Dilmuğay Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Torpaq çərşənbəsinə həsr olunmuş Novuz festivalına xoş gördük. Aziz həmvətənlər, hörmətli tədbir iştirakçıları, şəhid valideynləri, şəhid əzizləri, icazə verin sizləri Torpaq çərşənbəsi, Torpaq bayramı münasibətilə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun adından, öz adımdan salamlayayım, bayramınız mübarək olsun deyim. Əziz həmvətənlər, bu günləri təqvimlə ayın 18-i milli mənəvi dəyərlərimizdən Novruz gününə 2 gün qalıb və bizim milli mənəvi dəyərlərimizdə, folklorumuzda 5 çərşənbəsi. Biz adətən bunu 4'ü qeyd edirik. Biri əvvəldən gəlir yalancı çərşənbə deyilir, ikinci gəlir su çərşənbəsi, ot çərşənbəsi, yel çərşənbəsi və bugün də torpaq çərşənbəsini qeyd edilir. Əziz həmvətənlər, 5 çərşənbə yox, ilin 365 günü Azərbaycanda indi bayramdır, qeyd eləmək olar. Bu bayram 365'i ona göre dedim ki 5 yıl bundan qabaq bizim torpaqlarımız işğal altındaydı. O torpaqlarda bayram keçirə bilmirdi. Qaçqın, didərgin, köçkün, evindən, eşiğindən viran qalmış yurdundan didərgin salmış bizim soydaşlarımız var. Bax, bizim Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı, döyüşçülərimizə Allah subaylarına toy qismət eləsin. Onların şücaəti hesabına Allah'a şükür Azərbaycanın bütün güşələrində Azərbaycan bayrağı dalgalanır. Əminamanlığı qismət eləsin. Ona görə mən deyirəm ki 365 günü də bayramdır. Bu bayramı keçirməyə bizim mənəvi haqqımız var. Əziz həmvətənlər, sabahdan belə bir bayramımız var, tədbirimiz keçiriləcək. Bundan da demək tur keçiriləcək inşallah. Ümumi rayon tədbiri də səhər keçiriləcək və bu gün də bizim Qaratəpə kəndində hərbi hissədə saat 4'də bizim tədbirimiz keçiriləcək. Kimin imkanı varsa, bax burada Nadir müəllimgil, Varis müəllimgil, ondan sonra iştirak edənlər, Məmməd müəllim nəzərdə tutmuşuq ki, buradan geri Xonça qayıdmayacaq. O Xonça gedəcək bizim orada olan hərbi hissəyə, o balalara. Qoy onlar da necə ki vətəni qoruyurlar. Allah onları qorusun, Allah sizləri qorusun, Allah cənab prezidenti qorusun, Allah Azərbaycanımız qorusun, Allah dünyamızı qorusun. Həmişə yer üzündə sülh olsun. Növbəti illərdə bir neçə illərlə Novruz bayramı qeyd edirlər. Bir daha bayramınız mübarək, sizləri təbrik edirəm. Sağ olun. Əziz Səbləvarlılar, şəhərimizin qonaqları və şəhid ailələri, qazilərimiz, bugün burada iştirak edən bütün insanlar, məlum olduğu kimi, milli adət-ənənələrimizə sadiq olaraq bu günə biz Torpaq çərşənbəsini qeyd edirik. Artıq Novruz bayramı ölkəmizə daxil olmaqdadır. Ayın 20'sində günorta radələrində
bahar Azərbaycana qədəm qoyacaq. Bu münasibətlə sizin hər birinizi səmimi qəlbdən təbrik edirəm. Xalqımıza, millətimizə xoş günlər arzulayıram. Əziz dostlar, bizim məqsədimiz milli adət-ənənələrimizi təbliğ etmək və artıq bu il 3-cü ildir ki, biz Xonça festivalı keçiririk regional təhsil idarəsi ilə və həqiqətən də burada bizim məktəblərimiz bir-birindən gözəl xonçalar təqdim edirlər. Bəzən biz özümüz keşif qarşısında qalırıq, onları müəyyən etməyə də çətinlik çəkirik, amma hamısı bir gözəllik idi. Amma bu günləri biz 3 xonça ən yaxşı, şənliyimizin ən yaxşı 3 xonçasını müəyyən edəcəyik. Onları tərtib edəcəyik. Amma qalib hamıdır. Bu günləri biz bu festivalı keçirməklə öz milli adət-ənənələrimizə sadiqliyimizi bir daha nümayiş edəcəyik. Bizim xalqımıza toy bayram yaraşır, bayramlar yaraşır. Ümid edirəm biz hələ uzun illərdir, dünya olduqca, həyat olduqca bu bayramları daha gözəl keçirdəcəyik. Amma sosial şəbəkələr üzərindən mən izləyəndə gördüm ki, bizim rayonumuzun bütün kəndlərində gözəl tədbirlər keçirirlər. Bizim uşaqlarımız, müəllimlərimiz yaxşı nümunələr təqdim edirlər. Bu çox sevindirici haldır və bir daha sizi həm Torpaq Bayramı, Torpaq çərşənbəsinin münasibətilə, eyni zamanda Novruz Bayramı münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bugünkü şənliyimiz axşam saatlarına kimi davam edəcək. Axşam saat 7-də bayram tonları yenidən olacaq. Sabah səhər 11-də yenidən sizi Novruz festivalında gözləyəcəyik. Digər qonşu rayonlarımızla bu festivalda iştirak edəcək. Və beləliklə 2 gün festivalımız axşam saatlarına kimi davam edəcək. Və eyni zamanda hal-hazırda biz müqəddəs Ramazan ayı içərisindəyik. Allah tutduğumuz oruçları, qıldığımız namazları, etdiyimiz duaları qəbul etsin. Qarşıya gələn Ramazan bayramımızın mübarək olsun. Sağ olun. Həsən bəli, şəhid öğrenci, tazilərimiz, müəllimləri, şagirdləri, hər birisi salamlayıram. Bu gözəl gündə elm və təhsil naziri, elm müəllimin, Götürqədər Təhsil Dövlət Agentliyinin direktoru, eşki müəllimin, Qanat Təhsil İdarəsinin müəllimin salamlarını və təbriklərini sizə çatdırıram. Həsən müəllim və Nadir müəllim Çərşənbə və Novruzla bağlı gözəl fikirlərini dedi. Bu doğrudan da bizim milli dəyərlərimizdir. Milli dəyərləri yaşatmaq bizim borcumuzdur. Bugün doğrudan da bunu sübut elədi bizim müəllimlərimiz və şagirdlər. Həsən müəllimin qeyd edildiyi kimi biz çox xoşbəxt bir milletiz ki, artıq Azad Azərbaycan, böyük Azərbaycan, Azərbaycanın bütün yerlərində bayram şənliyi keçirilir, Novruz şənliyi, Çərşənbə keçirilir, Səma, Novruzdur, Novruz bayramıdır. Bu çox böyük qürur vericidir, çox böyük həyəcandır. Bunun üçün təşəkkür edirik ölkə rəhbərliyimizə, canından qanından keçmiş şəhidlərimizə, qazilərimizə, Allah can sağlığı versin. Bayramımız mübarək olsun. Bayramımız mübarək olsun. Ben de öz adımdan, şirketimiz adından burada cəm olmuş bütün ziyaretçilere ve iştirakçılara Torpaq Çərşənbəsi münasibətilə Torpaq Çərşənbəsi günü ilə əlaqədar olaraq hamınızı təbrik edirəm. Bugün bildiğiniz kimi torpaq öyrəniş deməkdir və bugün burada toplaşan iştirakçıların el işlerini görmek bizim için çok değerlidir ve bu milletin yüzyıllarla yaşattığı değerlerine hürmetinin ifadesidir. Bunu balaca şagirdlərin kövrək əllərinlə hazırlanması onların yaddaşını əbədi yaşayacaq və bu değerlərimizə hürmətin və yaddaşlarda yaşayacağına heç bir şübhə yaratmır. Və mən bu insanlara, bu balacalara, bu iştirakçılara ben öz adımdan, şirketimiz adından görə təşəkkür edirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə
hamını, bütün milleti, bütün insanları, bütün iştirakçıları tebrik edirəm və eyni zamanda qarşıdan gələn Ramazan bayramında da həmçinin hamınızı təbrik edirəm. Arzulayıram ki, növbəti illərdə daha böyük tədbirlərlə bizi sevindirəsiniz, xalqımı sevinə və daha xoş, firavan, xoş günlər yaşasın. Var olun, sağ olun, təşəkkür. Yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Bu güzel yurduma ilk bahar gelir, en şirin, en güzel arzular gelir. Təbiət elinde xonçalar gelir, Novruz bayramınız mübarek olsun. Təbiət elinde xonçalar gelir, əziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, əziz bayramımız mübarek olsun. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Səməni düzülür, idiyəm yana, xoş ətir yayılır bu şirin cana. Novruz xoş gəlibdir Azərbaycana, Novruz bayramımız mübarek olsun. Novruz xoş gəlibdir Azərbaycana, əziz bayramımız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Mübarek olsun, mübarek olsun, Novruz bayramınız mübarek olsun. Bayramlar güzeli Novruz bayramı, elimin, obamın əziz bayramı. Bayramlar güzeli Novruz bayramı. Cənab Nadir Quliyevi təbrik edirik. Biz burada çox xonçaları bəyənmişik. Hamısı gözəl idi, amma qeyd edildi 3 dənə xonça daha çox bəyənilib. Onun da səbəbləri nədir? Birinci, milli atributlara üstünlük vermək. Birinci, ikinci, o da əl qabiliyyətləri və üçüncü də təqdimatdan asılıdır. 3 xonçanı bura dəvət edəcəm, hamı baxacaq, amma sonra yerləri elan edəcək. Mən bura dəvət edirəm. Bir sayılı Sabir adına məktəb, qeyrələ görə xonçanı paylayıblar, özləri yoxdur. Tağıyev adına məktəb, bir də Səvədova məktəbi. Belə bu üçlü xonçaları gətirsinlər. Deməli, gördüyünüz bu üç növləri məktəbdir. Çox gözəl bir xonça təyin edir. Sabir məktəbi edib paylamışım, yoxdur. Bəlkə də aparıb özlərini yüzləyə bilərəm. Amma sual verə bilərsiniz, bu kiçik xonçanın üstünlüyü nədir? Bu gördüyünüz bütün atributlar süni intellekt vasitəsilə düzəlir, biləsiniz. Yəni paxlava, şəkər qırağı, hər bir şey süni intellekt. Və bu hansı Tağıyev adlı məktəb, 6 nömrəli məktəb. Süni intellektin modern Novruz kimi ictimaiyyətə təqdim edir. Ona görə biz birinci yerə veririk. Səmədovun məktəbinin ikinci yerə verəcək Sabir məktəbinin sonuçta çox böyük yeri buta formasında müxtəlif şirniyyatlar var idi və Tağıyev məktəbində. Yəni 3 yer 2 də tərtib oldu. Ona görə də mən Həsən müəllimi, Rahim müəllimi, bir də Məhəmməd müəllimi səhv edərəm. O gün oluyordu.
Təklif olunur 3 sayılı məktəb. Alkışlayan. O gözümüz lazım. Bakın bura. Tabii ki yine layıkı. Ben fırlandım. Dayanıp bir 2 dəqiqə saxla. Girəcəm. Bakın. Bakın. Uşaqlar bura bakın. Ve böylelikle bir saniye mücadele sahibilerine orta netler təklif. Anne, mesela çekildiği yerim ha. Müəllim baxın. Gerek dağlara, başır dağlara, bir salam verey, göz kulağlara. Hoş gelsin bütün ellere, dönüp kızlanıp düşsün dillere. Yandım sağ oduna, salımsan eşk oduna. Ara gitsen o yerden, çıkarım ben yoluna. Yandım sağ oduna, salımsan eşk oduna. Ara gitsen o yerden, çıkarım ben yoluna. Bilmiyorum nece düzüm, yolunda kalıp gözüm. Sana kurban olaram, arkamda gönlümüzün. Gezerim her diyar, tutarım ben seni yar. Etmerem sabri karar, ararım ben seni yar. Gezerim her diyar, tutarım ben seni yar. Etmerem sabri karar, ararım ben seni yar. Aşık yanar sinem, teline düşer demem. Gölgeye küsüp gitmem, beni tek seven demem. Aşık Şirvan Karaman, ay kardan yarım.
senin hatırına, adımı yazın kalbine, gerek senin hatırına. Beş karışım oldu, gerek senin hatırına, adımı yazın kalbine, gerek senin hatırına. Senin hasretinden, senin derdinden, çöllere düşmüşem haberim vardı. Sıra bilmeyenler arasında, dillere düşmüşem haberim vardı. Senin hasretinden, senin derdinden, çöllere düşmüşem haberim vardı. Sıra bilmeyenler arasında, dillere düşmüşem haberim vardı. Son gelişin bir oldu sevgilim, sana göz yaşımız dönüp sene. Şimdi günah ne sendedir ne bende. Her ikimiz birer bile. Neden böyle kaldık seni? Göz yaşımız dönüp sene. Şimdi günah ne sendedir ne bende. Güneylerde belerdi, kuzeylerde elerdi. Muhabbete dinlenerdi. Şimdi günah ne sendedir ne bende. Güneylerde belerdi, kuzeylerde elerdi. Muhabbete dinlenerdi. Şimdi günah ne sendedir ne bende. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Yüreğim sensindir, kalbime silmesindir. Özge gelsin eylemem, sen gel üzülmesindir. Yüreğim sensindir, kalbime silmesindir. Özge gelsin eylemem, sen gel üzülmesindir. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Azizim yar içerden, bağlım yar içerden. Gözüm takılı kaldı, çıkmadı yar içerden. Azizim yar içerden, bağlım yar içerden. Gözüm takılı kaldı, çıkmadı yar içerden. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana. Çini çaydan çini neyler, hiç de sevmeyen. Çini çaydan çini neyler bana, yarım yarımsa külü neyler bana.